Balakəndə quduzlaşmış it 83 yaşlı kişiyə hücum edib. Çoban iti yaşlı kişini parçalayaraq ona daha çox üz nahiyəsindən xəsarət yetirib. Müxtəlif dərəcəli xəsarətlər alan Mahamalar kənd sakini dünyasını dəyişib. İti də açıq səviyyədə saxlayırlar. Yəni deyirlər ki, bağlıdır, bağlı it necə oldu, 2 dəfə atamı tutdu. Yəni əvvəl də o keçən illərin 30-u olubdu, Novqoddan əvvəlki günə. Keçən nə elədik, sonradan ayrılaşdı ki, onların itidir, daha barışlıq heç də olmalı. Balakən rayonunun Mahamalar kəndində baş verən hadisə zamanı 83 yaşlı Məhəmməd Atayev çoban itinin hücumuna məruz qalıb. Hadisə kəndin yaxınlığındakı fermanın qarşısında sakinlərin hər gün təsərrüfatlarına getmək üçün istifadə etdikləri yolda baş verib. Biz yox, oradan cəmaat işləyir, uşaq gedir məktəbə, o bir olaydı, bu bir olaydı, nə olası da. Yəni bir iş səbəb olub, gətirin versin atamın. Məlumata görə nəzarətsiz qalan çoban iti yaşlı kişiyə qəfil hücum edib. Boğaz nahiyəsini bir neçə yerdən dişləyib və şah damarına ciddi xəsarət yetirib. Aldığı ağır yaralardan Məhəmməd Atayev hadisə yerindəcə dünyasını dəyişib. Keçən də belə hadisə olmuşdu, tədbir görməyiblər, bu ildə həmən təkrar həmən şey. Ayağından, qolundan bütün qəbrilmişlik şəkli var məndə. Bu ildəki şah damarından boğazından yapışıb yerində də rəhmətə gəldi. Faktla bağlı araşdırma aparılır. İlkin Piranov, Diana Cəlali, Space Xəbər, Balakən.